Əhalinin 80%-i qiymət artımından narazıdır və artırılan 20%lik əmək haqqı, minimum əmək haqqı 20% artırılıb, sonra müəllimlərin əmək haqqı 20% artırılıb. Azərbaycanda əmək haqqının artırılmasına yalnız polislər razı ola bilər. Çünki Azərbaycan parlamentində büdcə haqqında qanun qəbul olunarkən orada məsələ qaldırıldı və polis işçilərinin əmək haqqı üçün 70 milyon manat əlavə vəsait ayrıldı. Polislərin maaşının artırılmasına əleyhinə deyiləm. Amma əgər Azərbaycanda sıravi polis elmlər doktorundan yüksək maaş alırsa, bu Azərbaycanın vəziyyətini göstərir. Və bir məşhur misal var. Xoşlamırıq Merkeldən misal gətirməyə. Merkelə bir dəfə təklif ediblər ki, həkimlərin maaşını artıraq. O da deyib ki, müəllimlərin maaşını artırmadan həkimlərin maaşını artırmaq olmaz. Müəllimlərin maaşını 20% artırıblar, polislərin maaşını 40% artırıblar. Bu nə üçündür? Bu məlumdur. Azərbaycanda polis rejimi yaradılır və ona görə də polis əmrləri yerinə yetirmək üçün yüksək maaş almalıdır. O bir tərəfə gələk. Demək, 20% minimum əmək haqqı qalxıb. Siz ikinci məsələyə keçməmişdən öncə icazə versəydiniz bir məqamı da polislə bağlı sizin nəzərinizə çatdırardım. Yəni, polis rejimini deyərkən eyni zamanda qeyd eləmək lazımdır ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında da polisin sıralarında çalışan insanların çox böyük əməyi var, şəhidləri var, qaziləri var. Çox gözəl. Yəni, o baxımdan polisləri təkcə mitingləri dağıdan insanlar kimi qeyd eləmək doğru olmazdı. Çünki işğaldan azad olan məsələlərdə də bəli. Orada yaralanan Azərbaycan vətəndaşları içərisində polisin faizini göstər və o qədər də yüksək faiz deyir. Yəni, Azərbaycan əhalisi, Azərbaycan əskəri daha çox şəhid olub. Ona görə də polislər şəhid olublar. Azərbaycan uğrunda şəhid olan hər bir insanın qarşısında baş əyirəm, ailəsinin, anasının qarşısında baş əyirəm. O, heç nə ilə müqayisə olunan bir hal deyil. Allah qazilərimizə də kömək olsun, şəfa versin. Onların da bütün, onlar üçün nə artırılırsa, ona heç bir söz yoxdur. Əskərlər üçün, zabitlər üçün nə artırılırsa heç yoxdur. Mən misal olaraq dedim ki, mən polislərin maaşının artmasının əleyhinə deyiləm. Amma polislərin, sıravi polislə elmlər doktorunun maaşını müqayisə etmək istəyirəm. Bir şey də deyim sizə polislə bağlı. Baxın, görün fikriniz bu barədə necədir. Məsəl üçün, Azərbaycan o sırada olan ölkələrdəndir ki, Azərbaycanda, belə deyək də, əmin-amanlıq yüksək səviyyədə. Siz bilirsiniz, yəni müxtəlif xarici ölkələrdə gedirsiniz, gəlirsiniz. Amerika Birləşmiş Ştatları, eyni zamanda Rusiya Federasiyası, eyni zamanda müxtəlif Avropa ölkələrində o əmin-amanlıq faizi Azərbaycandakindən kifayət qədər aşağıdadır. Yəni, Azərbaycanda belə loru dillə desək, istənilən sutkanın vaxtında hər hansı bir ailə üzvümüzlə, filanımızla ölkənin istənilən yerində rahat gəzə bilir. Bu da polisin əməyidir. Siz bunu da qeyd eləməlisiniz. Mən polisin əməyini, alimin əməyi ondan azdır. Sizdən müqayisə edirsiniz ki, elmlər doktorunun əməyi ondan azdır, polisin əməyindən azdır, belə demək istəyirsiniz. Yox, mən onları müqayisə edirəm, çünki alimlə polisin əməklərinin arasında biri zehni əməyidir, digəri fiziki əməyidir. Ona görə də dünyada bu dərəcələrə böləndə elmlə məşğul olan adamların, müəllimlərin, həkimlərin maaşı həmişə... Amma polislərin nəticəsi var ortada. Hələ alimlərimizin belə bir nəticəsi yoxdur. Polislərin nə nəticəsi var? Polislərin nəticəsi əmin-amanlıq yaradılıb. Xanım, siz elə hesab edirsiniz, siz hesab edirsiniz, mən müxalifət olaraq hesab eləmirəm, çünki sizi polis idarəsinə çağırmırlar, mənə çağırırlar və mən görürəm. Bizi də çox çağırıblar. Mən başqa şeydə demişəm. Biz də həbslərdə olmuşuq, bizi də çox çağırıblar. Xanım, bax, bir müqayisəni deyim, ölkə əhalisi bilsin. Ölkə əhalisi ötən il orta ailə olaraq hər ailə 34 manat qaza pul verib. Bəli. Rəqəmlər burada var, hamısını deyə bilərəm, vaxt aparacaq. Amma bu il 47 manat verəcək. Bəli. Elektrik enerjisinə 43 manat verib hər ay. Bu il 51 manat verəcək. Doğrudur. Suya 12 manat 50 qəpik verib. Bu il 25 manat verəcək. 2 dəfə çox. Beləliklə, o 50 manat artım var, 20%. Onun 33,5 manatı təkcə bu 3 dənə o artıma gedəcək. Və ondan sonra əgər Qarabaşağın qiyməti də 4 manata qalxıbsa, bəli, doğrudur. Əgər kağız, belə deyək ki, salfetka adlanan o statların qiyməti artıq dünən, sırağa gündən 20% qalxıbsa, bəli, doğru. Yeni ildə nə qədər artım olacağını iqtisadçılar deyirlər. Amma hələ